Salam, hörmətli izləyicilər. Sizə konkret bir küçənin xatasından danışmaq istəyirəm. Bu, Bağırov mostunun sağıdır. 3-4 solaq gedir və dar yola gedirik. Burada mütləq güzgülərlə işləyin. Ayağı tormuza qoyub güzgülərlə işləyirik. Bax, güzgülərə baxırıq, görürük daldan 2 maşın sürətlə gedir. Ayağımızı tormuza qoyuruq. Görün nə olacaq, görün nə olacaq. Əgər biz tormuza ayağımızı qoymasaydıq, bax, bu 2 maşının arasında konserva bankası kimi qalacaqdıq. Məsləhət ondan ibarətdir ki, enli yol, dar yola gedəndə bəziləri heç güzgüyə ümumiyyətlə baxmır, ayağı tormuza qoymur. Bəziləri sol güzgüyə ya sağ güzgüyə baxır. Yox, hər iki güzgüyə baxmaq lazımdır. Sol güzgü, sağ güzgü, soldan maşın varsa, sağdan maşın varsa ayağı tormuza qoymaq lazımdır. Əgər bunu etməsək, bax bu videodakı kimi biz əgər tormuza ayağımızı tələbi ilə qoymasaydıq, bizim maşını konserva bankasına döndərəcəkdilər. Diqqətinizə görə çox sağ olun, özünüzü qoruyun.